Salam, hər vaxtınız xeyirli olsun əziz tələbələr. Bugün biz Hüseynli Fatimə ilə kim tarixçi olmaq istər oyununu oynayacağıq. Əslində bu bir sınaqdır bizim üçün. Çünki hər zaman biz sınaqları yazı şəkildə yazırıq. Bu dəfə isə tam fərqli şəkildə, şifahi şəkildə bir oyunla oynamaq istəyirik. Hazırsan Fatimə? Bəli, hazırım. Başlayaq? Başlayaq. Yaxşı. Aha. İlk öncə sənə sualımı verim. Bilirsən də, kim milyoner olmaq istəyir oyununda əvvəl nə suallar verilir? Asan suallar verilir. Sonra isə bu nə olur bu suallar? Çətin, Orta, çətin, ayısı. Bir də biz də asandan başlayacağıq. Aha, ilk öncə sualımızı başlayaq. Hazırsan? Hazıram. Başladıq. Ya Allah. Birinci mərhələ. Asan. İbtidai icma dövründə insanlar əsasən necə dolanırdılar? Əkinçiliklə, ovçuluqla, yoxsa ticarətlə? Dolanmırdılar. Necə dolanırdılar? Dolanırdılar. Aha, əkinçiliklə, ovçuluq və yığıcılıqla, yoxsa ticarətlə? Əkinçiliklə. Daha yaxşı dolğun variant çünki ibtidai icma ilk dövrdə. Onda Aha, ovçuluqla və yığıcılıqla. Afərin. Birinci sualımız düzdür. 2-yə baxaq. İlk tayfa ittifaqları nə zaman yaranıb? İlk tayfa ittifaqları. Daş dövrü, Tunc dövrü, yoxsa Dəmir dövrü? İlk Tayfalar. Afərin. Bu sualını da atlatdıq. Keçək növbəti sualımıza. Manna dövləti harada yerləşirdi? Cənubi Azərbaycan, belə deyək, Azərbaycan cənubu, Qafqaz, yoxsa Misir? Cənubi Azərbaycan. Afərin sənə. Bu sualı da bildin. Midiyanın 4-cü sual. Midiyanın paytaxtı haraydı? Ekbatan, Suza, Babil. Midiyanın paytaxtı Ekbatan, Suza, yoxsa Babil? Ekbatan. Afərin. Sonra 5-ci sual və sonuncu asan sualımız. Əhəmədilərin qurucusu kim idi? Dara, 2-ci Kir, yoxsa Kserks? Dara. Afərin sənə. Demək istəyərdim. Amma alınmadım yəni. Qəsədim. Amma haqqımız var. Bəli. Çünki bilirsən də bizim bu bir oyunda 3 səhv etmə haqqımız var. Bəli. Birinci səhv getdi. İndi sən o suala düzgün cavab ver. Əhəmənilərin qurucusu kim idi? Dara, 2-ci Kir, yoxsa Kserks? Hani 5-ci sualdır? Bəli, bəli. Yəni bu suala səhv verdin. Bəli. İndi sən daha diqqətlə qulaq as. Əhəmənilərin yaradıcısı yəni kim idi? Dara, 2-ci Kir, yoxsa Kserks? 2-ci sual. Afərin. Bu dəfə variantın düzdür. Artıq bu sualdan keçirik növbəti orta mərhələyə. Aha, başladıq. Qədim Atropatena hansı sözdən yaranmışdı? Atropat, Ağev, Dağlar ölkəsi. Atropar. Afərin. Bu da düzgün variant. Keçək 7-ci sualımıza. Qədim Albaniyada dövlət başçısına nə deyirdilər? Şah, Aran, hakim. Şah. Yox. Aran dedilər. Afərin. Bəli, düzgün cavabdır. Keçək 8-ci suala. Misir firavunları hansı çayın vadisində yaşayırdılar? Fərat, Nil, yoxsa Dəclə? Misirlər. Misirlər harda yaşayırdılar? Fərat, Nil, yoxsa Dəclə? Nil. Afərin, düzgündür. Keçək 9-cu suala. Hun imperiyasının ən məşhur hökmdarı kim idi? Yəni ən qüdrətli. Aha. Bilirsən də Hundan neçədən hökm? Biz qədim Hundan söhbət edirik bu arada. Tamam. Aha. Çingiz xan, Mehdi Xaqan, 1-ci Dara. Yenə deyirəm. Atilla, Mehdi Xaqan, Dara. Metixaqa. Afərin. Keçək 10-cu sualımıza. Sonuncu orta sualımız. Orta yəni səviyyəli. Qədim Çin hansı ixtiraları ilə məşhur idi? Kağız, təkər, pul. Yenə deyirəm. Qədim Çin hansı ixtiraları ilə məşhur idi? Kağız, təkər, pul.
Karır. Aferin. Aferin sənə. Çox gözəl. Artıq biz səninlə növbəti mərhələyə qədəm qoyuruq. Bəli. Artıq bəli, çətin. Artıq sən bu mərhələyə gələnə qədər orta tarixi bilirsən. İndi görək çətin mərhələdə sən həqiqətən də tarixçi ola biləcəksənmi? Mən də ola biləcəm. Hazırsan? Hazıram. Başladıq. İbtidai icma dövründə əmək alətlərinin tədricən dəyişməsi cəmiyyətin hansı mərhələyə keçidini təmin etmişdi? Sual təkrarlayacağam. Yenə sual təkrar edirəm. İbtidai icma dövründə əmək alətlərinin tədricən dəyişməsi hansı mərhələyə qədəm qoyduğunu göstərirdi? Patriarxın yaranması, ictimai daxili əmək bölgüsünün formalaşması, sinfi cəmiyyətin yaranması, ibtidai bərabərliyin güclənməsi. İkinci. Formalaşması. İcma daxili əmək bölgüsünün formalaşması. Aferin. Və hələ bir jokerdən istifadə eləməmisən? Bəli. Aha. İstifadə edə bilərəm. Əlbəttə ki. Allah. Aha. Sonra ikinci sualımıza keçirik, çətin olan. Tayfa ittifaqlarının yaranması əsasən hansı iqtisadi və ictimai səbəblərlə bağlı idi? Yenə deyirəm. Tayfa ittifaqlarının yaranması hansı iqtisadi və ictimai səbəblərlə bağlı idi? Əkinçiliyin tənəzzülü, xarici təhlükədən birgə müdafiə və təsərrüfat əməkdaşlığı, ticarət əlaqələrinin azalması, dini ayinlərin birləşdirilməsi. Əməkdaşlığı ikinci variant. Yəni. Aha. Yəni. Aferin. Aferin. Allah. Sonra növbəti sualımız. Manna dövlətində mərkəzi hakimiyyətin zəifləməsi nəyə nəticələndi? Mannada. Nəyə görə hakimiyyət zəiflədi? Midian ittifaqı gücləndiyi üçün, Əhəmənilərin Manna ərazisini işğal etməsi, Assuriyanın təsirinin artması və Manna xanlarının müstəqilləşməsi, Urartu dövlətinin bərpası. Urartu dövlətinin bərpası. Yox, alınmadı. Sənin bir canın qaldı. Aha. Manna dövləti nəyə görə zəifləmişdi? Həmin sual təkrar edirəm. A variantı: Midian ittifaqının güclənməsi. B. Əhəmənilərin Manna ərazisini işğal etməsi. C. Assuriyanın təsirinin artması və Manna xanlarının müstəqilləşməsi. Aşurların, yəni şərqin bir başlaması ilə. Aha. Ondan artıq Manna zəiflədi. Afərin. Yəni variant D deyirsən. Bəli. Daha doğrusu C deyirsən. Afərin sənə. Düzgün variant. Bir dənə gəlin. Nəzərə al ki, bir canın qaldı və joker haqqın var. Keçək növbəti sualımıza, 7-ci sual. Midiyanın süqutundan sonra onun ərazisində hansı dövlətlər yarandı? Midiya dövləti süqut edəndən sonra onun ərazisində hansı dövlət yarandı? Manna, Əhəmənilər, Atropatena, Albaniya. Əhəmənilər. Afərin. Afərin sənə. 5-ci sual. Əhəmənilərdə satrapların həm hərbi, həm də inzibati səlahiyyətlərə malik olması dövlət idarəçiliyində hansı təhlükəni yaradırdı? Əhəmənilərdə satrapların həm hərbi, həm də inzibati cəhətdən hakimiyyəti ələ alması nə təhlükəsi yarada bilər, yəni belə deyim. A. Mərkəzləşmə. B. Qiyam və ayrılıq meylləri. C. Ordunun zəifləməsi. D. Vergi sisteminin sadələşməsi. Qiyam və ayrılıq. Afərin. Düzgündür. Afərin. Keçək 6-cı suala. Neçə sualımız qaldı? Aha, baxaq. 4 sualımız qaldı. Aha. Qədim Atropatenada hakimiyyətin irsi olması dövlətin hansı cəhətini gücləndirirdi? Yəni nə deməkdir irsi hakimiyyət? Atadan oğula keçən hakimiyyət. Başa düşdükmü? Aha. A variantı demokratik idarəçiliyi, B. Dövlətin müstəqilliyi və sabitliyi, xarici dövlətlərlə tabeçiliyi, C variantı, D variantı əyalətlərin muxtariyyəti. Variantda bir daha oxuyaq. A. Demokratik idarəçilik, B. Dövlətin müstəqilliyi və sabitliyi, C.
Xarici dövlətlərin tabeçiliyi, D. Əyalətlərin muxtariyyəti. Burada doktor köməklər. Joker. Joker haqqında kullanmaq istəyirsən. Dosta müraciət kimdir? Müəllimə. Mən sənə belə deyim. Qədim Atropatenada hakimiyyət necə idi? İrsi idi. Atadan oğula keçirdi. Yəni bu hakimiyyət səncə nə üçün güclənə bilərdi? Aha, deyim sənə. Axı hakimiyyət irsi keçəndə bu nə demək idi? Yəni bunu davamı edən. Ay sağ ol. Yəni məsələn, tutalım ki, mən güclü hökmdaram və bu güclü hökmdar irsi olur da, məsələn deyir genetikadan keçir. Mən əgər güclü hökmdaram, əgər dövləti həqiqətən yaxşı idarə edib eləyirəmsə, mən oğlanlarımı da o cür yetişdirirəm. Deməli bu nədir? A. Demokratik idarəçilik, B. Dövlətin müstəqilliyi və sabitliyi, dövlətin müstəqil və sabitliyi oranda. B. Bəli. Afərin. Joker haqqın necə idi? Aha, 7-ci sual, son 3 sualın qaldı. Qədim Albaniyada xristianlığın dövlət dini kimi qəbul olunması ölkədə hansı dəyişikliklərə səbəb olmuşdu? Ərəb xilafətinə qoşulması, B. Mədəniyyət və yazının inkişafı, C. Pagan ayinlərinin güclənməsi, D. Zərdüştlüyün bərpası. B. Aha. Və yazınca afərin. Afərin. Çox gözəl. Növbəti sualımız. Qədim Misirdə Firon hakimiyyətinin teokratik xarakter daşıması nə demək idi? Teokratik nədir? Bir dənə belə qısa deyək. Yəni nə idi tək hakimiyyətlilik? A. Fironun ilahi mənşəli hökmdar sayılması, B. Din xadimlərinin dövlət idarəsini ələ alması, C. Ado. Hətta. Afərin düzdür. Növbəti sual və son bir sualımız qalır. Hun imperiyasının parçalanması səbəbi nə idi? A. Hun imperiyası. Aha. Şərq və qərb Hunları arasında siyasi ziddiyyətlər, B. Çin ordusunun hücumu, C. Attila dövründə torpaq çatışmamazlığı, D. Bizansa sülh müqaviləsi. Aha. Şərq və qərb Hunları arasında siyasi ziddiyyətlər. Afərin. Növbəti. Bir sual. Artıq sən bunu da bilsən, deməli həqiqətən sən bir tarixçisən. Bəli, 2 dənə canım getdi. Bəli, ev yox. Ya Allahın adı, sonuncu sualı keçsək. Qədim Hindistanda dharma anlayışı nə demək idi? Kasta sisteminin rütbəsi, ədalət, mənəvi borc və həyat qaydaları, qurban vermə mərasimləri, rahiblərin hakimiyyət hüququ. Mən burada qarışdım. Sual da bilirəm, söz cavabı. Bax, qədim Hindistanda dharma anlayışı nə ifadə edirdi? A. Kast sisteminin rütbəsi, B. Ədalət, mənəvi borc və həyat qaydaları, C. Qurban vermə mərasimləri, D. Rahiblərin hakimiyyət hüququ. B. Afərin. Arda sən böyük bir alqışa. Afərin sənə. Deməli sən zəif deyilmişsən, hə? Hə? Gördün? Deməli nəsə bilirsən. Əziz çəkin nə olursa onu. Olur. Afərin. Mən sənə fəxr edirəm şəxsən. Sən həqiqətən də bu gün tarixçi oldun. Kim tarixçi olmaq istəyərin qalibisən bu gün. Və cəmi 2 yanlışın oldu. Cəmi 3 canlı 2 canını sən çox faydalı şəkildə kaybetdin. Amma sonra həmin səhvləri düzəltdin. Əla. Təbrik edirəm səni. Səninlə əl görüşək. Sən artıq tarixçisən. Təbriklər. Sağ ola.